Cəmiyyət üçün faydalı ömür yolu, gənclərin tərbiyəsinə həsr olunan həyat. Bəzi ömürlər var ki, təkcə yaşanılmır, qurulur, formalaşdırılır və başqalarına yol göstərir. Bu, zəhmətin, iradənin və vətən sevgisinin vəhdətindən yaranan həyat hekayəsidir. İllər boyu idman meydanlarında qazanılan qələbələr, yetişdirilən gənclər, çətin zamanlarda göstərilən sədaqət və xidmət bir insanın ömür kitabını zəngin səhifələrlə doldurur. Faiq Məmmədov da məhz belə taleyə sahib insanlardandır. Onun həyat yolu idmanla başlayıb, vətənə xidmətlə davam edib, gənc nəslin fiziki və mənəvi tərbiyəsinə həsr olunan şərəfli bir missiya çevrilib. Faiq müəllimlə biz Dinamada mən hələ uzun illər məşq işləyəndə Faiq müəllim güləşirdi bizim yanımızda. Güləşən vaxtı da özünü çox perspektivli idmançı kimi aparmışdı, bacarıqlı idmançı kimi aparıb, yoldaşlarına, geridən gələn yoldaşlarına da köməklik göstərmişdi. Həmişə çalışıb ki, şəhərimizin yığma komandasının idmançıları uğur qazansınlar və bu sahədə də Faiq müəllim əlindən gələni əsirgəməmişdi. Bu günlərim 70 yaşı olmağına baxmayaraq, maşallah olsun, yaxşıdır, yenə də Allah buna ömür versin, can sağlığı versin. Həqiqətən Faiq müəllim kollektivdə də özünü çox mehriban, istiqanlı, bizim böyük kollektivimiz var. Faiq müəllimi çox dəyərləndirirlər, çox istəyirlər. Həm bir ağsaqqal kimi, həm bir məşqçi kimi, həm bir ailə başçısı kimi həmişə Faiq müəllim çox gözəl bir insan olur. Ümumiyyətlə, Faiq müəllim insana müsbət enerji verən bir əsl idmançı xarakteri olan bir deməli kişidir. Faiq müəllimimiz olubdu. Bu gün Sinciyənə işləyirik, bir yerdə işləyirik. Amma o heç vaxt özünü deməli o istilətli eləmədi. Biz ona böyük kimi hörmətimizi uşaqdan hansı hörmət qoymuşuq, o hörmətlə yanaşırıq. O Faiq müəllim elə bir insandır ki, yəni tək-tük elə insan olur ki, deməli kollektivdə hər yaş qrupunda olan insanlarla o cür ünsiyyət sağlasın. Məmmədov Faiq Hüseynoğlu 3 mart 1956-cı ildə Gəncə şəhərində anadan olub. 1963-cü ildə 1-ci sinifinə qəbul olunduğu 29 saylı orta məktəbi 1973-cü ildə əla qiymətlərlə bitirib. 1973-cü ildə Çingiz İldırım adına Politexnik İnstitutunun, indiki adı ilə Azərbaycan Texniki Universitetinin İnşaat Fakültəsinə qəbul olunub. 1978-ci ildə İnşaat Mühəndisləri İnstitutunu, hazırki adı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetini sənaye və mülki tikinti ixtisası üzrə bitirib. Bizim iş tanışlığımız 1973-cü ildə bizim 17 yaşımız olanda Bakıda imtahan verəndə tanış olmuşuq. O vaxtı imtahanlar 4 gün, 5 gün ara 4 dəfə keçirilirdi. Nəsə Faiqlə tanış olduq, sonra imtahanları bir yerdə müvəqqətən verdik. İnstituta qəbul olduq, İnşaat Mühəndisləri İnstitutuna 5 il bir yerdə oxuduq. Həmin 5 ilin 3 ilini biz bir otaqda qaldıq. Həmin otaqda qaldığımız müddətdə bir-birimizə dəstək idi, həm də Faiq bizə dəstək idi. Biz dərslərimizi zəif oxuyanda və yaxud da 4 alanda o bizi məcbur edirdi ki, siz 5 almalısınız. O ikinci yeri, 4'ü belə qəbul eləmirdi. Biz də onu bir ağsaqqal kimi seçmişdik qrupamıza, onu sözünü eşidirdik. Faiq Məmmədov təhsildə olduğu kimi idman sahəsində də fərqlənib. İdmana olan sevgisi onu sərbəst güləş sahəsində peşəkar fəaliyyəti gətirib. Belə ki, 1968-ci ildən Respublikanın əməkdar məşqçisi Firudin Həsənovun rəhbərliyi altında idmanın sərbəst güləş növü ilə məşğul olmağa başlayıb. 1968-ci ildən bir döşəkdə güləşmişik. Düz sizə deyim də, belə götürün elə heç olmasa 70 neçənci illərə qədər, 76-cı illərə qədər güləşmişik. Yarışlarda Respublikaları, Azərbaycan Dinamo Cəmiyyətinin Sovet Birliyi, ondan sonra Spartak Cəmiyyətinin yarışı, şəhərdə keçirilən turnirləri, Respublikada keçən turnirlərdə
Bir yerdə məşq eləmişik, Gəncə yığma komandasının tərkibində. Mərhum Firdun Həsənovun yanında da məşq eləmişik, mərhum İsaq Cəfərovun yanında da trenovka eləmişik. Nadir Rəhimovun rəhbərliyi altında da məşq etmişik. Faiq müəllimin də xidmətləri çox olubdur Gəncə güləşində. Mən belə onu bir çox gözəl, haqqı heç vaxt nahaq iş görməyən bir adam kimi, yaxşı milli dərəcəli bir hakim kimi, əməkdar məşqçisi kimi, fəxri idman işçisi kimi Faiq müəllimin xidmətləri çoxdur. Faiq müəllimi haqqında ən gözəl sözlər, ən zəhmətkeş bir adam haqqında danışa bilərəm. Perspektivli idmançılar yetişdirib xalqımız üçün. İndi də 70 yaşı olmasına baxmayaraq yenə də özü fəaldır. Bilirsiniz ki, məktəbin həmşərlər təşkilatının sədri olubdur. Öz işində həmişə nümunəvi özünü göstəribdir. Öz işində də Faiq müəllimlə həyatda da dost kimi hərəkət eləmək insana impuls verir. Faiq müəllim ümumiyyətlə mən deyərdim ki, əsl mütəxəssis, əsl pedaqoqdur. Faiq müəllim həm idmançılarla, həm idmana yeniyetmə gənclərlə sırf həmişə çalışır ki, idmana marağı artırsın, gənclər arasında peşəkarlığı artırsın, məşqlərdə böyük həvəslə iştirak edir, idman yarışlarında böyük dəstək durur, yarışların keçirilməsində çox böyük yaxından iştirak edir, əlindən gələn köməyi edir. Faiq müəllim bilirəm ki, həmişə də yeniyetmə gənclərlə əlindən gələn edir ki, bizim yerdən qalxan gələcək nəslimiz uçurumdan uzaq olsun, narkotikdən, pis vərdişlərdən uzaq olsun. Çox keçmədən ciddi məşqlər nəticəsində Gəncə şəhərində keçirilən yarışlara qatılıb. Şəhər çempionatlarında və turnirlərində mükafatlara layiq yerlər tutub. Şəhərin yığma komandasının tərkibinə daxil edilib. 1969-72-ci illərdə Dinamo İdman Cəmiyyətinin Azərbaycan Şurasının birinciliklərində dəfələrlə qalibiyyət qazandığı üçün Respublika yığma komandasının tərkibinə üzv qəbul olunub. 1973-cü ildən Dinamo İdman Cəmiyyətində məşqlərə Azərbaycan Respublikasının əməkdar məşqçisi Yaqub Məmmədovun rəhbərliyi altında davam edib. Faiq müəllim idman ictimaiyyətinin ən yaxın dostudur, ən sevimlisidir, ən yaxşılarındandır. Faiq müəllim nəinki yeniyetmə idmançıların, yeniyetmə gənclərin sağlam vətənpərvər böyüməsində, eyni zamanda cəmiyyətin sağlam olmasında, cəmiyyətin düzgün istiqamətdə inkişafında çox böyük xidmətləri var. Hər adama qismət olmur belə şərəfli ömür, şərəfli yaş deyim. Faiq müəllim hər zaman öndə olan insan olur. Faiq müəllim hamının yanındadır. Faiq müəllim şəhərimizdə nə tədbir varsa da, şəhərimizdə istər idmanla bağlı, istər mədəni kütləvi tədbirlər, Faiq müəllim hər zaman oradadır. 1975-76-cı illərdə ali məktəblər arasında keçirilən sərbəst güləş yarışlarının qalibi, gənclər arasında Respublika çempionatının bürünc mükafatçısı, Dinamo Cəmiyyəti Respublika Şurasının qalibi, Qırğızistan paytaxtı Bişkek şəhərində Dinamo İdman Cəmiyyətlərinin Mərkəzi Şurasının birinciliyində, eləcə də Azərbaycan Respublikasının Milli Güləş üzrə birinciliyində 3-cü yerin sahibi olub. SSR idman ustasının olmasını yerinə yetirib. Təbii ki, bizi tanış edən peşəmizdir və sonraki mərhələdə Faiq müəllimin bir insan kimi necə insan olduğunu bilmişik. Faiq müəllim idmançı vaxtından demək olar ki, 70 illik dövründə bunun 50 ildən artığını idman sahəsində olmuşdu. Belə ki, SSR idman ustasıdır. Sonraki mərhələdə məşqçi fəaliyyətinə başlamışdı ki və yetirmələri yaxşı nəticə əldə eləmişdi. Faiq müəllim bu səbəbdən də Respublikanın əməkdar məşqçisidir. Faiq müəllim demək olar ki, 10 ildən artıqdır işlədiyi idarədə Azad Həmkarlar Təşkilatının idarə üzrə sədridir. Bura adətən ədalətli insanlar olur. Faiq müəllim bu postda olmağı da onun insani keyfiyyətləri, həmkarlara, cəmiyyətə faydalı bir insanı olmağından xəbər verir. Tələbəlik dövründə, yəni 1973-75-ci illərin yay aylarında
Gəncə Alüminium zavodunun Dostluq Pioner düşərgəsində idman rəhbəri kimi yeniyetmələrinin fiziki hazırlığının inkişafına töhfə verib. 1978-1980-ci illər ərzində Sovet ordusu sıralarında Leningrad, indiki Sankt-Peterburq şəhərində həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra məşqçi kimi fəaliyyətə başlayan Faiq Məmmədov onlarla gəncin idmana cəlb olunmasına, sağlam həyat tərzi seçməsinə dəstək verib. Belə ki, SSR-nin əməkdar məşqçisi İshaq Cəfərovun direktor olduğu idman məktəbində əvvəlcə Yunan-Roma güləşi üzrə, 2 ildən sonra isə sərbəst güləş üzrə məşqçilik fəaliyyəti göstərib. Eyni zamanda şəhər, respublika birincilikləri və beynəlxalq yarışlarda hakimlik edib. Faiq müəllim haqqında ancaq biz xoş sözlər deyə bilərik. Faiq müəllim bir böyük kimi, ağsaqqal kimi dəyərli insandır. Uzun illərdir Azərbaycan idmanına xidməti olmuşdur. Ömrü uzun olsun, xoşbəxt olsun, daim belə idmanda olsun. Yenə həmişə müəllimlərin, uşaqların, tələbələri yanında olsun ki, bizə idmançılara belə deyək də dəstək olsun, fayda versin Azərbaycan idmançılarına və idmanına. Mən Faiq müəllimlə 20 ildən artıqdır bir yerdə çalışırıq. Faiq müəllim zəhmətkeş, tədbirlərdə öndə gedən məşqçilərdən biridir. 1985-ci ildə Respublika dərəcəli hakim adına layiq görülüb. Məşqçilik fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə 1994-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsi tərəfindən Azərbaycan Bədən Tərbiyəsi və İdman Əlaçısı fəxri adını da qazanıb. Faiq Məmmədovun 1988-ci ildə Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzaların aradan qaldırılmasında iştirak etməsi isə yüksək insanlıq keyfiyyətlərinin bariz nümunəsidir. Həmişə az təminatlı deməli işçilərə qayğı göstəribdir. Deməli kollektiv arasında hər hansı bir nüans baş verərsə orada dərhal Faiq müəllim həmin yerdə bir ağsaqqal kimi deməli dostluq metodunu seçibdir. Faiq müəllim həqiqətən yaxşı ziyalıdır, həqiqətən yaxşı ağsaqqaldır. Onun yanına ilk dəfə idmana gəlmişəm, bu gün onun çinciyinə deməli arası 30 idmanla bir yerə görsək 40 ildir mən Faiq müəllimlə bir yerdəyəm, 40 ildir. Yəni onun içində uzun müddət, bir ay, 2 ay ola bilməz ki, biz aralıq verək bir-birimizi görməyək. Mən həmişə görmüşəm, bizə qonşuyuq. İkincisi, həmişə bir yerdə işləmişik, elə hərbidə işləyəndə də onun iş yeri də bizim yenə yaxınlığımızdadır. Və Faiq müəllim həmişə bizim yanımızda olubdur, həmişə. Yiğit Vətənoğlu ölkəmizin ağır və tali yüklü dövrlərində də biganə qalmayıb. Öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirib. Doğma torpaqlarımızın işğalından təsirlənərək 1992-ci ildə könüllü olaraq Gəncə şəhərində yaradılan Daxili İşlər Nazirliyinin daxili qoşunların polis alayına zabit kimi fiziki hazırlıq və idman rəisi vəzifəsinə qəbul olunub. Ölkəmiz üçün çətin zamanlarda xidmətdə olan şəxsi heyətin fiziki, mənəvi, psixoloji və vətənpərvər ruhda yetişməsi üçün yorulmadan çalışıb. Faiq müəllim ümumiyyətlə Daxili İşlər Nazirliyinin daxili qoşunlarında özünə məxsus xüsusi xidmətləri olan vətənpərvər, özünə və ətrafındakı insanlara qarşı çox diqqətli, qayğıkeş, mehriban, saf əqidəli insan. Faiq Məmmədov öz xidməti vəzifələrini hərbi hissədə qarşıda qoymuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmiş və bu işlərdə fərqləndiyinə görə hərbi xidmətdə keçdiyi dövrdə göstərdiyi xidmətlərə görə Daxili İşlər Naziri tərəfindən, Daxili İşlər Nazirliyinin daxili qoşunlar komandanı tərəfindən xidmətdə fərqləndiyinə görə döş nişanı ilə, sonra xüsusi xidmətlərlə görə 1-ci, 2-ci, 3-cü dərəcəli medallarla təltif olunmuşdur. O cümlədən də Respublikamızda silahlı cinayətçilərə qarşı keçirilən tədbirlərdə silahlı cinayətçilərin tutulub təhvil verilməsində müvafiq xidmətləri olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illik, 90 illik yubiley medalları tərtib olunmuşdur. Azərbaycan Respublikasının ictimai qaydaları və təhlükəsizliyin qorunmasında mütəşəkkil cinayətçiyə qarşı mübarizədə və digər təhlükəli cinayətlərə qarşı mübarizədə fəal iştirak etdiyinə görə Daxili İşlər Naziri tərəfindən fərmanlarla tərtib olunmuşdur. Faiq müəllim hərbi yolu keçibdir, hərbidə böyük əməyi var və orada hərbinin idmanına da böyük xidmətlər vermişdi. Həmən vaxtlar biz qıraqdan izləyirdik Faiq müəllim bizim gənc əsgərləri idman elətdirməyini, gətirib orada
bizim o spor şkola deyilən ərazidə məşq elətdirirdi. Biz ona baxırdıq və ləzzət eləyirdik ki, bizim hərbiçi uşaqlarımız, əsgərlərimiz Faiq müəllimi rəhbərliyi altında güləş idman növündən məşğul olur, fiziki tərbiyə ilə məşğul olur. Biz Faiq müəllimlə uzun müddət daxili qoşunların sıralarında xidmət etmişik. Faiq müəllim şərəfli və mənalı bir xidmət yolu keçib, hərbi hissədə olarkən komandirlər tərəfindən təltifnamələrlə təltif olunub. 1993-2011-ci illər ərzində daxili qoşunların, Daxili İşlər Nazirliyinin və güc strukturlarının ayrı-ayrı idman növləri üzrə keçirdiyi yarışlarda hazırladığı komandalar daima mükafatlara layiq yerlər tutduğuna görə dəfələrlə daxili qoşunlar komandanı Daxili İşlər Nazirliyi tərəfindən diplomlarla, kuboklarla, pul mükafatları ilə mükafatlandırılıb. Faiq əminlə istəyərdim ilk tanışdığım barəsində məlumat verəm. Faiq əminlə biz avtobusda tanış olmuşuq. O vaxt əskərləri idman yarışına aparırdı və mənim heç vaxt unutmadığım və dəfələrlə də həm işdə, həm öz övladıma o barədə məlumat verəndə Faiq əminin işə yanaşması mənə çox təsir elədi. Bir 10-15 əskər idi, avtobusda gedirdi, biz də tələbə idi, instituta hazırlaşırdıq. Biz bilmədik ki, ondan sonra uzun illər biz belə ailəvi də dost olacağıq. Faiq əmi hər əskərin atası və anası kimi başının üstündə durub, avtobusda dayananda özü nə yedisə, hər əskərinə də ondan aldı. Və birini də indiyənə qədər yadımdadır ki, əskərin alnından yoxladı ki, bayaq elə bir istiliyim var idi. Belə peşəkar müəllimlər, belə peşəkar təlimçilər çox azdır. İndiki zamanlar adamı da çox yandıran bir mühitdə ondan formalaşıb ki, uşaqların özlərinin də həvəsi yoxdur. Söhbət disiplinadan, motivasiyadan gedir. Faiq əmi kimi insanlar lazımdır, həm dövlətə, həm millətə, həm də belə cavanlara ki, öz yollarını idman sahəsi olsun. Yəni, fərqi yoxdur, idman sahəsi, təhsilmi, istehsalatmı, nə ilə məşğul olursan ol, həmən sahədə disiplin lazımdır. Faiq mənim tanıdığım həyatda bu tədris üsulundan istifadə edən yeganə bir insanlardan biridir. Faiq əmindən motivasiya, disiplinin adı öyrənmişik biz. 2011-ci ilin mart ayından Respublikanın əməkdar məşqçisi Çingiz Pirverzevin rəhbərlik etdiyi Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialında, indiki adı ilə Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbində məşqçi müəllim kimi fəaliyyətə başlayıb. Məktəbin direktoru, paralimpiya çempionu, əməkdar idman ustası, Respublikanın əməkdar məşqçisi, Şöhrət ordenli Ramil Qasımovun rəhbərliyi altında uzun müddət gənc nəslin fiziki və mənəvi hazırlığında, vətənpərvər ruhda böyüməsində, sərbəst güləş idman növünün inkişafında səmərəli fəaliyyətini nəzərə alaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 2014-cü ildə Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi, 2015-ci ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi fəxri adlarına layiq görülüb. Faiq müəllim elə bir atadır ki, mən onda gördüklərimi öz övladlarıma nümunə çəkirəm, çalışıram tətbiq eləyim. Əgər bir valideyn öz övladına, öz valideynin, atasından, anasından gördüyünü nümunə çəkdi, demək ki, yaxşı nümunədir, yaxşı valideyndir. Öyrədib ki, ədalətli olmaq lazımdır. Yəni, tutduğun mövqedən, işlədiyin yerdən, olduğun cəmiyyətdən asılı olmayaraq, həmişə düzün yanında olub, arxasında nə olursa olsun, maksimum ədalətli olmalıdır. Ən birinci xüsusiyyət budur. İkinci, ailəyə bağlılıq, övladlara bağlılıq. Mən onunla da görmüşəm ki, o vaxtı rəhmətli babama, nənəmə, necə onlar övlad olublar, atam, əmilərim, bibim, Allah onlara rəhmət eləsin, qanunlara can sağlığı versin. Hazırda Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbində sərbəst güləş üzrə məşqçi müəllim kimi fəaliyyətini davam etdirir. Məktəbin ictimai-siyasi həyatında yaxından iştirak edir. 2015-ci ildən ilk Həmkarlar İttifaqı Təşkilatı Komitəsinin sədri kimi İttifaq üzvlərinin mənafeyinin müdafiəsi, əmək sosial və iqtisadi hüquqlarının qorunması, mədəni kütləvi idman işləri sayəsində birgə tədbirlərin keçirilməsində yaxından iştirak edir. Səmərəli fəaliyyətinə görə dəfələrlə məktəb rəhbərliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən mükafatlandırılıb.
Faiq Məmmədovun ömür yolu göstərir ki, bir insanın cəmiyyətə faydası həm gördüyü işlərlə deyil, həm də yetişdirdiyi nəsillərlə ölçülür. Onun cəmiyyətin sağlam və güclü gələcəyinin formalaşmasında oynadığı mühüm rol ömür yolunu və fəaliyyətini də əvəzsiz edir. Faiq müəllimin bu günlərdə 70 yaşı tamam olur, yubileyini yaşdır. Ona görə mən onu təbrik edirəm, ona uzun ömür, can sağlığı arzu edirəm. Biz Faiq müəllimə uzun ömür, can sağlığı arzu edirik ki, həyatda həmişə möhkəm olsun, həmişə yanımızda olsun. Faiq müəllimə uzun ömür, can sağlığı arzu edirəm və onun bu yubileyinə ailə üzvləri nətər sevinirsə də mən də elə sevinirəm və mən onu elə buradanca bu ekrandan təbrik edirəm. Hələ də bir-iki gün Faiq müəllim döşəkdə əziyyət çəkir, zəhmət çəkir, tələbələri yetişdirir. O işlərində ona nailiyyətlər arzu edirəm və elə nətər var belə də qalsın, 75, 80, 100 yaşasın Faiq müəllim. Arzu edirəm ki, öz peşəkar sahəsini davam elətdirsin. Davamçılar olsun, Faiq əmi kimi davamçılar olsun. Sağlam düşüncənin formalaşması üçün, sağlam həyat tərzinin təbliğ olunması üçün bu cür insanlar bizə lazımdır. 100 yaşayın Faiq müəllim. Mən arzu edirəm Faiq müəllimə can sağlığı və bundan sonra da həmin fəaliyyətini daha da artırsın. Çünki Faiq müəllim kimi insanların bizim Azərbaycan idmanına, Gəncə idmanına ehtiyacı var hələ də. Nəyə görə ki, belə mütəxəssislərin olmağı yerdən qalxan o gənc mütəxəssislərə də bir motivasiya verir. Gəncə Olimpiya İdman Kompleksinin kollektiv adından, şəxsən öz adımdan təbrik edirəm. Ona uzun ömür, can sağlığı, peşəsində bundan sonra da fəaliyyətində uğurlar arzu edirəm. Azərbaycan ordusu üçün güclü, qüvvətli gəncləri yetişdirir, idmançı kimi. Ona müvəffəqiyyətlər arzu edirəm. Arzu edirəm ki, onun 100 illiyində bax, belə bu kollektivin bütün veteranlarla birlikdə biz onun 100 illiyini keçirək. Təbrik edirəm, onun qalan ömrünə arzum budur ki, şən xürəm yaşasın. Dünyada ən böyük nemət can sağlığıdır, ona can sağlığı arzu edirəm. Faiq müəllimin gələcək günləri, keçmiş günlərindən faydalı olsun, gözəl olsun. İndən sonra çox gözəl yaşasın. Nəvələrindən, nəticələrindən gözəl günlər arzulayıram. Birinci can sağlığı arzu edirəm ki, inşallah Allah qismət eləsin. Nəvələrin toylarını görsün, həm universitetə qəbul olmaqlarını görsün, universiteti bitirməklərini, yaxşı işlərdə işləməklərini, birinci ailəmizə, yaxınlarımıza, ikinci dövlətimizə, millətimizə xeyirli övlad olmaqlarını görsün inşallah. ...70 yaş qıraqdan çox böyük yaş görsənir, ancaq mən özümü o qədər yaşda hiss eləmirəm. Hələ ki, ürək də cavandır. Fiziki hazırlığım Allah şükür yüksəkdir. Mənim barəmdə çoxlu müsbət fikir söyləyən həmkarlarımın hamısına dərin minnətdarlığımı bildirirəm. Mən çox sevinirəm ki, mənim ətrafımda məni sevən, mənə hörmət eləyən, işimə, gücümə qiymət verən belə hörmətli yoldaşlar var. Mən onların hamısı ilə fəxr edirəm. Mənim üçün böyük şərəfdir ki, mən gənc nəslin inkişafına, onların sağlamlığına, onların vətənpərvər ruhda böyüməsinə xidmət edirəm. Və bu işdə nə qədər ki, qüvvəm var, bu işdə varam və gənc nəslin, o cümlədən sərbəst güləşin inkişafına yerdə qalan ömrümü sərf eləməyə də hazıram və bu işin arxasında olacam. Mən sevinirəm ki, mənim keçdiyim yol heç də əbəs yerə olmuyor.